sıxmıdır. Orası sənə dəxli yoxdur. Dediyimi eləsən bu şəkilləri bir də heç kim görməyəcək. Necə eləyirsən elə, amma sabah bu elçilik baş tutmamalıdır. Zaurdan ayrılmalısan. Sən düşünürsən ki, mən ailəmə qarşı bunu eləyə bilərəm? Bəs mən nə eləmişəm ki, mənə qarşı eləyirsən bunu? Mən səni sevməmişəm. Sevmirəm səni. Necə yəni sevmirəm? Mən institutumu yarımsıq qoymuşam. Təhsilimi yarımsıq qoymuşam. Gəlmişəm ki, səninlə evlənim. Ailə qurasını necə yəni sevmirəm? Nə danışırsan sən mənə? Altı il deyəsən, 6 ildir. Qorxuram çölə çıxmağa. Ürəyi sıxmaz ha. O qardaşın sənə söz verir ki, hər şey yaxşı olacaq. Bir arvadın öhdəsindən gələ bilmirsən, yuma bilmirsən onun ağzını. Başlayın! Bezdirmişsiniz məni! Elə mən də bezmişəm. Səsin! Etçəm oldu səni. Meryem! Eşiğe gitsin. Danışın kardeş. Siz beni öldürmeyince rahat olmayacağız. Daha rahat olmayacağız. Meryem! Asya. Senin bu duan ne tesir eledi. Kızın gelmeyle geçmeyi bir oldu. Ne danışırsan? Az dedim də sənə, sən mənim duamın gücünü nə bilirdin, hə? Mənim duam daşları əridir. Oldu yaxşı. Sağ ol, gece xeyri kalsın. Meryem, gel de şöyle danışaq biraz. Mənim sənin danışması sözüm qalmayıb. İkinizden biriniz diyeceksiniz, ne olur? Niye yola gidebilmişsiniz ki, ha? İlqar incimə. Bu bizim aramızda olan söhbət. Olar, ikimiz təkbətək danışaq. İkinizin arasında olsaydı, bunu biz bilmezdik. Ebil, getmirsən, getmə. Özün bilərsən. Burada elə bir zaman donum. Yenə həmin park. Yenə Məryəm ağlayır. Qəribədir, hə? Zaur? Yəqin bu dəfə sevincdən ağlayırsan. Sevincdən ağlayıram. Çoxdan qayıtmısan? Dünən. Mən bilirəm sən niyə onu belə əzizləyirsən. Çünki Zaur bilsə ki, onu neynəmsən. Heç vaxt səni bağışlamaz. İşte bu sözü diline getirme. İşittin ne dedim? Bir de bu sözü diline getirme. İşittin? Mən illərlə çalışdım. Çalışdım ki, nəsə edeyim. Amma alınmadı. Düz elirsin. Ben de senin yerinde olsaydım eyni hərəkət eləyərdim. Yaxşısı budur, sən boşan. Azərdən hələ barışmamısan? Valide, imkan ver yemeğin yesin de. Nə dedim? Narahat oluram da dedim görün barışıblar ya yox. Boşanmaq istəyirəm. Nə? Bu dünyada sənin xoşbəxtliyini məndən çox istəyən yoxdur. Heç alınmadı da bu Məryəmdən. Dünyanın axırı deyir ki, maşallah gül kimi oğlansan, ətrafda da ne kadar gözəl göyçək qızlar var. Elə
həyat Məryəmlə bitir. Bitir ana, bitir. Başa düşürsən, mən onu sevirəm. Bir şey soruşum. Ama xətrə dəyməsin də. Niyə qayıtdın? Elə belə soruşuram. Yəni İstanbul əla yerdir. Birdən-birə niyə fikrini dəyişdin? İlkin, əvvəllər fikirləşirdim ki, insan öz-özündən qaça bilər. Hər hansı bir səhifəni cırıb ata bilər. Amma vaxt getdikcə başa düşdüm ki, nə qədər qaçırsan qaç, nə inirsən elə, keçmişin həmişə bir güzgü kimi qabağa çıxacaq. Və o güzgüyə baxanda kim olduğunu görəcəksən. Sabahınız xeyir. Sabahın xeyir. Sabahın xeyir Məryəm. Necəsən? Yaxşı. Validə, keç sən yeməyi hazırla. Biz indi gəlirik. Sizə də lap əziyyət verdim. Mən açaram. O nədir? Azər. Məhkəməyə boşanmaq haqqında ərz edir. Kim idi gələn? Azər boşanmaq istəyir. Gördün neynədin? Boşanmaq istəyirdi. Nə oldu bəs? Yazıq qızın üzünə bax. Məryəm, boşanmaq istəmirdinsə niyə demirdin? Əgər lazımdırsa mən gedib Azərlə danışım. Hələ gec deyil. Yox, lazım deyil. Onsuz da əvvəl axır olmalıydı. Məni bağışlayın. Hara gedirsən? Azərlə danışmalıyam. Eşi, sən niyə qarışırsan onların işinə? Cəmaatın qardaşı qoymur ki, bacısı boşansın, bunun qıza dediyi sözə bax. Validə,
Sadə mən istəmirəm ki, Məryəm gedib orada əziyyət çəksin. Hə nədir indi sevincindən atılıb düşür? O qoy gedib barışsın, yığışsın da evin eşiğinə. Bizi de bir düşün. Bugün könül gelir, harda yatacak? Kızın otağında tutup. Yaxşı da, sən də adam əsəbləşdirmə. Eşi niye əsəbləşirsən? Ailemi düşünüp deyirəm də. Demirəm ki bacını qovaq. Deyirəm gel onları barışdıraq, hamı rahat olsun. Aa, bacını düşünürsən kızını yok Özün bilərsən. Onsuz da dedim demədim həmişə mən pis oluram. O bacın o da sən. Hələ də yerində sayırsan. Neynəməyimi istəyirsən ki? İstəyirəm bir işin qulpundan yapışasan, işləyəsən. Restoran işini tapşırdım, imtina elədim. Heç olmasa başqa bir işlə məşğul. Xahiş edirəm ki, restoran mövzusuna qayıtmayaq da. İlkin maşallah yaxşı işlədir də buranı istəyirsən aramızda etsin onu. Mən istəyirəm ki, sən heç yana getməyəsən, vəssalam. Mən bir də səni 6 il gözümdən kənara qoya bilmərəm. Narahat olma, mənim heç yerə getmək fikrim yoxdur. Onu indi deyirsən. Görək bir aydan sonra ne danışacaqsan. Hətta mən yorulmuşam qaçmaqdan. İndi başa düşürəm ki, mən burada qalmalıyam. Səni burada hansı qüvvə saxlayırsa, mən onu 250 alqışlayıram. Amma hər halda fikirləş, bir işlə məşğul olmaq lazımdır. Nə kömək lazımdır, mən sənə eləyəcəm. Çünki sən hər şeyi sıfırdan başlamaq istəyirsən. Mən hələm təzə gəlmişəm. Biraz mənə icazə ver, uyğunlaşım. Görəcəksən, hər şey yaxşı olacaq. Nə deyirəm ki, tək ki, qoyub getdiyin keçmiş həyata qayıtmayasan. Yaxşı, gedək, gedək. Siz sifarişləri qəbul edin, mən gələn ay borcumu ödəyəcəm. Bildim də, bildim. 2 ay keçib də 10 il keçməyib ki. Sən mənim dediyimi elə, ödəyəcəm. Qurban sənə malları bu həftəyə çatdıraq, yoxsa biabırçılıq olar. Yaxşı, danış mənə xəbər elə. Görürsən telefonla danışam, nə durumsan başımın üstündə? Qoy çayıvı çıx get də. Üzr istəyirəm. Hə, Əslində universitet məsələsinə görə xahiş eləmək üçün gəlmişdim. Keçən ay demişdim sizə, sabahdan dərslərim başlayır. Axşam çiməninə keçərdim də mən. oxuyanlar kimi də, işləyirsən də, bəs deyil. Ki, oxuyub nə olasın? Yaxşı, get, başqa ofisantlarla danış, sonra mənə xəbər eləyərsiniz. Get. Çox sağ ol. Başımı qaldır, ətrafa bax da. Nə istəyirsən İsmail? Deyirəm, nə yaxşı olardı, Məryəm bacı gəlib səni görmək istəyərdi. Sənin işin gücün yoxdur. Nəsə ürəyimə adamın beyi gələcək. Gəmərci eləyək gələcək. Bir qonaqlıqdan, hə? Səninki yiyib içmək olsun. Nə oldu, yoxsa qorxdun? Mən qorxuram ki, sənin mənə qonaqlıq verməyə pulun çatmaz. Sənin nə iş var?
Məzəliyə eləməyək. Yaxşı. Amma imkan ver işim işləyir. Razılaşdıq ha. Hə də, hə, əl çək. Məryəm bacı gəldi. Necəsən Məryəm bacı? Mən gedim. Qonaqlıq sənlik də ha. Bəlkə keçək içəridə danışaq rahat. Narahat olma, çox qalmayacağım. Gəldim deyim ki, boşanmağımızda ilk addımı atmaqla hər şeyi öz üstünə götürməyi istəmirəm. Bu yolu bir başlamışıq, bir də bitirməliyik. Elə bunu demək gəlmisən? Bilmirəm heç. Məktubu əlimə aldım, bura gəlmək istədim. Heç bilməzdim ki, nə vaxtsa əlimdə elə kağız tutacağım. Bunu sən istədin Məryəm. Ayrılmaq da sənin fikrindir. Gəl bu söhbətləri təzdən açmayaq. Hamının evində dava dalaş olur da. Amma boşanmağa qaçırdı ya. Azər, indi mənə çox çətindir, bilirsən. Gəl, ağırlaşdırmayaq. Və sənin bura gəlməyin məsələni ağırlaşdırmır. Ha? Elə bilsən mən asaddır. Sən mənim yanımda ola-ola özümü bu qədər yad hiss edirəm. Sən heç vaxt mənə yad olmayacaqsan, Azər. İndi mənə hirsliysən, amma vaxt gələcək özün biləcəksən ki, ən düzəli bu idi. Həm də boşanmağımız mənim üçün sənə olan münasibətimi dəyişməyəcək. Mən... Bir dəqiqə özür istəyirəm. Sizin sənədlər hazırdır. Mən indi gətirərəm. Bir dəqiqə gözləyim. Bu yanan qurban. Nə bir şey gəldin? Hə, özü yaxşı istirahət edib gəlmişəm. Əcəb eləmisən. Həmişə istirahətdə. Bəs otananı? Ateşə tələsirdi deyə getdi, elə çantalarımla qaldı maşında. Hə, yaxşı keç içəri. Ayda, necə darıxmışdım evimiz üçün. Danış göreyim ama, mən olmayanda nələr olub, nə baş verib, necə xəbərlərdən nə var? Ay qızım, bilsən nələr olub. Amma danışıb keyfini pozmaq istəmirəm axı. Nə olub ki? Bibim boşanır. Nə? Boşanır? Niyə? Nə bilim ay qızım, indiki gəlinlər belədir də. Əllərindən gələn eləyirlər ki, qaynana ilə bir yerdə yaşamasınlar. Güya qaynana yeyəcək bunları. Ay mama, sən nə bilirsən? Bəlkə doğrudan da yola getmirlər. Ay qız. Sən axı özün bilirsən, Məryəm bibinin çox gözəl xasiyyəti var. Əgər onlar yola getmirlərsə, deməli nəsə var. Hə? Nə danışırsan? Heç vecini də deyil. Elə bir boşanan bu deyil, qonşunun qızıdır. 2 həftədir burada qalır. Özünə təzə paltar da alıb ki, tək o ev ayağında qoymasın. Sənin otağında vermişim. Nə yaxşı, düz eləmişsiniz. Neynəməlidir, küçədə qalası deyil ki. Nə danışırsan? Boşanandan sonra nə olacaq? Özümüzü güc bəla ilə dolandırırıq, bu da gəlib bizə bir yük olsun. Atanın balaca butkası ilə 3 qarnı necə doyurmaq olar? Mama, narahat olma. Lazım olsa mən də işə düzələcəm. Boş-boş danışma. Buna bir bax, işə düzələn çıxıb. Sən dərsləri oxu, qalan şeylər sənlik deyil. Fərqi nədir ki? Axıra bir işləməliyəm də. Dedim ki, belə danışma. Bibim boşanır deyən indi biz əziyyət çəkməliyik. Lazım gəlsə, üzbəüz oturub ondan danışacağam. Məsələni başa salacağam ona. Boşanır, boşansın, özü bilsin. Amma bizə də daha yük olmasın. Mama, belə sözü bibiyə necə deyə biləcəksən? Elə deyərəm ki, niyə deməyim? Öz evimdə kimdən çəkinməliyim, hə? Nə deyim? Yaxşı, dur ayağa, boş-boş danışma. Dur, əlini dəyiş, mən də sənə yemək hazırlayayım. Get.
Deməli Azər bəy yoldaşındır. Hə. Bağışda istəmədən bayaq danışdıqlarınızı eşitdim. Çoxdan evlisiniz. 5 ildir. Düzdür, mənim işim deyil, amma bəlkə yaxşı fikirləşəsən. Yəqin arada o qədər şey olub. Uşaqlar necə olacaq? Bağışda bilmirdim. Demək ki, hər şey elə buna görə olub. Məryəm, Bu sizin sənədlər, bu da açarlar. Xeyirli olsun. çox sağ olun. Maşın avtosalonun qarşısındadır. Çox sağ olun. Yaxşı Azər, mən də gedim. Sağ ol. Məryəm, Heç nə demə. Mən də xalq yerə bura gəldim. Onsuz da hər şey həll olunub, bizə də qalır gözləmək. sən axı deyirdin məni heç vaxt incitmək istəmirsən. Hə? Bəs indi bu elədiyin nədir? Azər, sənin yanında sənə övlad verə biləcək bir qadın olmalı. Niyə elə deyirsən Məryəm? Biz axı evlənəndə belə danışmamışdıq. Biz bir-birimizi sevib evlənmişik. Biz ikimiz də çox dəyişdik. Zaman hər şey o qədər dəyişdi ki... Heç bilməzdim ki, nə vaxtsa birlikdə addımladığımız yolun sonuna gəlib çıxacaq. Biz o yolun sonuna gəldik Azər. Məni bağışla. Alo. Mənəm, Nəsibə xanımdır. Salam, salam Nəsibə xanım. Necəsiz? Yaxşıyam. Mənə bax Validə, o Məryəmə deyinən bizim evdə neyi varsa gəlib aparsın. Yoxsa hamısını yığışdırıb tullayacağım Zibilxanaya. Ay Nəsibə xanım, niyə elə deyirsiniz? Bəlkə bunlar sabah barışdı. Onda necə olacaq, hə? Deyirəm bəlkə biraz vaxt verək də görək nə olur. Bir də lazım olsa Azər özü Məryəmlə danışar. Mən deyirəm ki, gəlib hamısını aparsın. O qızın bir də ayağı mənim evimə dəyməyəcək. Əcəb işdə. Deyəsən sizinkilər hamısı xoşlayırlar söz güləşdirməyi. Söz güləşdirən sizsiz, mən yox. Bir də ki, bir-iki gün paltar orada qalmaqla əksiniz çıxmaz ki. Mənə bax, həddi aşırsan ha. Həddini aşan sizsiz, evimə zəng gəlib ağzınıza gələn danışırsınız. Kimi ixtiyar verib sizə? Belə əcəb eləyirəm. Mən elə sizin üzünüzə hamınıza çox xoş baxmışam. Ona görə də axırda oyun açdınız mənim başıma. Sizin kimlərinə bu da azdır. Zəng eləməyin bir də bura. Başdan xarab, mərifətsiz qanacaqsınız. Bunun danışığına bir bax. Əsəbləşmə, nə olur? Görmürsən nə deyir? Bu da bax, dəstə yaptı. Heyasız, tərbiyəsiz. Camaat elə bir bunun hambalıdır. Başdan xarab. Ana bax, sonra deyirsən ki, Məryəm bibi qala bilmir. Necə qalsın? Sən də əsəblərimlə oynama. Sakit oturmuşduq da evimizdə. Gəlməklə aləmi qatdı bir-birinə. Necə də hüzurumuzu qaçırdı. Ana əsəbləşmə də. Necə əsəbləşməyim? Görmürsən nə deyir? Mənə lazım idi buna görə camaatla qırğına çıxım. Mənim günümə bax, mənim günümə bir bax.
Niye bakırsan? Atlara bakanda adamın yorgunluğu canından çıxır. Çox vəfalı heyvandır. Yadındadır, uşaq vaxtı hər həftə sonu məni məcbur edirdin ki, səni cıdıra aparım. Qaçardım dallara gedərdim. Ata, mənim dostlarımdır, tanış ol. Atlar kimi də vəfalı oldum. Çünki onlar ölənə qədər bir-birlərinə sadiq olurlar. Bilirsən, hərdən sənə baxıb fikirləşirəm ki, bəlkə heç oradan qayıtmasaydın daha yaxşı olardı. Təzə həyata başlamaq üçün bir işdən başını qatmalısan. Yoxsa belə gözü yol çəkə-çəkə dayanıb baxmaqdan bir şey çıxmaz. Başa düşürəm. Köhnə xatirələr, köhnə şəhər çətindir. Ya, düz deyirsən. Bir işlə məşğul olmalıyam, yoxsa bu şəhərdə qala bilməyəcəyim. Elədir. Biz kişilər başımızı işə qatırıq, başqa cür də bacarmırıq. Çünki dərdimizi ancaq orada gizlədə bilirik. Sənə də belə bir iş lazımdır. Gözəl iş, gözəl ailə. Elə baxma Zavur. Əvvəl-axır ailə qurmalısan da. Uşaqların dolandan sonra, bəlkə ondan sonra üzün bir balaca güldü. Məsələn, məndə belə olmuşdu. Dediklərim haqqında yaxşı-yaxşı fikirləş. Darıxmışdım sənin üçün. Mən də. Necə, istirahət eləyə bildin? Əla. Təmiz hava, təbiət. Maşallah nənə ilə də o qədər gəzirdik ki, çox xoşum gəldi oralardan. İnşallah bir yerdə gedəcəyik. Bir ilimiz qalıb da. Universiteti bitirən kimi elçi gəlləmsə, sonra hara istədik rahat gedərik. İnşallah. Sənin işlər necədir? İşlərdir də, müdiriyyətlə danışmışam. Dərs başlayandan keçirəm axşam növbəsinə. Axşamlar da administrator lazım olur. Hə, bəs necə? Elə əsas müştərilər axşam olur da. Deyirəm Rüfət, o boyda restoranda işləyirsən, bir dəfə də olsun mən ora aparmamısan. İstəmirəm. Bilirsən, orada oturacaq, başım qarışacaq, fikrim qalacaq onda bunda ki, səhv eləməsinlər. Görürəm niyyətin yoxdur mən ora aparmağa. Bir gün Gülnarı götürüb mütləq gələcəm. Görərsən. Yaxşı, gələrsən. Rüfət, dondurma istədim. Dondurma? Burada yaxşı yer bilirsən, gedək ora. Gedək. Gedək. Azər. Necəsən? Sağ ol, sən necəsən? Mən də yaxşı. Özüm bu vaxt nahar vaxtı gəldim ki, heç bir bəhanə uydurmayasın. Niyə görə? Çoxdandır söhbət eləmirik. Bu yaxınlıqda bir dənə kafe var. Gedək oturaq çay içək. Səni çay dəvət edirəm. Bilirəm də niyə görə gəlmişsən Nuray. Hər şey bilirsən, hə? Nəsibə xala danışdı mənə.
Dünən Məryəmlə görüşdüm, danışdım. İstəyirəm yanında olum, biraz gedək oturaq, söhbətləşək, dərdləşək. Danışmağın nə mənası var? Onsuz da olan oldu. Mən heç nəyi dəyişə bilmirəm, Nuray. Dəyişmə, Azər. Heç nəyi dəyişmə. Amma sən mənim ən pis anlarımda yanımda olmuşsan. Mən də istəyirəm sənin yanında olum. Yaxşı, danışmayacaq, heç bir şey danışmayacaq. Mən səni görmək istəyirəm. Azər, darıxmışam sənin üçün. Yaxşı. Gözlə indi gəlirəm. Tez ol biraz. Gəl gedək. Deyirəm Məryəmi də heç başa düşmürəm də. Niyə axı belə eləsin? İndi hər söz söhbət oldu, ayrılmaq nəyə lazımdır? Nə qədər danışdım, nə qədər başa saldım. Nə faydası? Nə bilim, mən də başa düşmürəm. Əvvəl belə deyildi. Birinci dəfə deyil ki, dalaşırıq. Də ailə üçün gərək mübarizə aparasan, bir həyat yoldaşının yanında olasan. Da nə oldu boşanmaq, nə oldu boşanmaq? Axı olmaz belə. Amma belə baxanda onu da başa düşürəm. Əvvəl axır gəlməliydik bu nöqtəyə. Bəlkə də uşağımız olsaydı, heç bu qədər çox söhbət olmazdı. Nə bilim, baba. Səni başa düşürəm. Həmişə istəmirsən ki, qızın olsun. Yəqin mən ata olmağa layiq deyiləm. Elə demə. Niyə elə deyirsən ki? Mən inanıram ki, sən çox yaxşı ata olacaqsan. Hər şey qabaqdadır. Bilirsən, Məryəm mənim rəfiqəmdir, amma sən də mənim üçün çox əziz adamsan. Azər, həyat davam eləyir. Sən yenidən öz həyatını qura bilərsən. Bilmək olmaz, bəlkə sən ailə qurarsan, uşağın olar. Belə bir şey olmaz. Ola da bilməz. Mən əgər uşaq istəyirəmsə, bu ancaq Məryəmdən olmalıdır. Heç kim Məryəm ola bilməz. Nədə, mən də demək istəyirəm ki, yəni həyat davam eləyir. İndi sən özünə qapanmısan, biraz səbr eləmək lazımdır. Hər şey yaxşı olacaq. İnanıram. Nə bilim. Mən də elə ümid edirəm ki, Məryəm qayıdacaq. Amma mən sənə deyərdim ki, ümidini kəs. Çünki sən gedib məhkəməyə ərizə vermisən. Unutma. Neyse. Sən də yordun bu söhbətlərlə. Özün necəsən? İşlərin nətərdir? Yaxşıyam. Gəl. Gönül. Necəsən bibi? Yaxşı, sən necəsən? Çox sağ ol, yaxşıyam. Bugün ana danışdı olanları bilmirdim. Özüm dedim sənə deməsinlər. İstəmədim istirahət korlayasan. Niyə belə oldu axı? Azərəm yaxşı insandır, səni də çox sevir. Mən də onu sevirəm. Amma tək sevgi ilə iş bitmir axı. Mən belə düşünmürəm. Sən onu sevirsən, o da səni. Başqa heç nə vacib deyil. Kaş ki hər şey belə asan olaydı. Amma bilmədiyin çox şey var, Könül. Bilirəm də bibi, hamı eyni sözü deyir. Niyə uşaq olmur, niyə uşaq olmur? Və bu söhbətlərə görə nə qədər ailələr dağılır. Könül, insan
bəzən hamıya qarşı çıxa bilmir də. Belə davam eləyə bilməzdi. Həm də mən görürəm axı, Azər də əziyyət çəkir. Qalıb anası ilə mənim aramda. Necə deyərlər? Vaxtında getməyi bacarmaq lazımdır. Sən həmişə özündən başqa hamı düşünmürsən də. Vallahi əlacın olsa Nəsibə xala ilə qazandırarsan. Bibi, o dediyin yükü Azər əmi daşımır, sən daşıyırsan. Ömür boyu da belə olub. Həmişə də axırda pis vəziyyətdə sən qalırsan. Gönül elə bilirsə mənə asandır. Amma mən başqa bir çıxış yolu görmürəm. Hər şey yaxşı olacaq bibi. O qədər yaxşı olacaq ki, bütün bu pis günlər yaddan çıxacaq. Açsan, yemək hazırdır. İstəmirəm. İndi bütün günü belə sır sifətlə gəzəcəksən? Nə istəyirsən ay ana məndən? Mən nə istəyəcəm ki? Anan ölüb, yas saxlayırsan? Kişi səni özünə ələ al, qoy səni belə görüb sevinməsin. Yalandan gülə bilmirəm də bağışda. Evi yıxılsın, oy fritənin. Kür mənim uşağımı nə günü qoydu da? Mən sizin ikinizə də deyirdim ki, bir evdə yaşayırsınız. Yola getməyi bacarın. Amma kimdir mənə qulaq asın? İndi rahatlaşdınız? Azər, qurban olaram. Zərərin yarısından qayıtmaq xeyirdir. Yoxsa istəyirdin ki, bütün ömrün boyu bədbəxt yaşayasan, sonra gözlərin açılsın. Mən həyatımdan razıydım ana, razıydım. Gördüm elə necə razıydın. O silləni ona vuran sən idin, mən deyirdim ki. Onda da özünü xoşbəxt hiss eləyirdin. Mən evdən şübhə edirəm ona. Sən mənim xoşbəxtliyimi istəyirsən, yoxsa öz rahatlığımı? Əgər mən öz rahatlığımı istəsəydim, o ifritə ilə bir gündə bu evdə yaşamazdım. Çoxdan onun saçlarını dolamışdım, qoluma sürüyüb salmışdım küçəyə, bildin? Elə elədin də. Utan utan bu sözlərinə xəcalət. Nə? Ne diyeyim ben buna? Mane olmadı. Yox, otur da. Yox, gedirəm. Mən sabah bağçaya deyməliyəm, istəyirəm buradan biraz şirniyyat aparım. Olar? Problem yoxdur, deyərəm hazırlayarlar sabaha, apararsan. Özün getmək istəyirsən mi ilə? Yox, mən belə yerləri xoşlamıram. Zəng gözləyirsən? Yox. Onda kiməsə zəng eləmək istəyirsən. Özü də deyəsən o qadındır, hə? Sənin də gözündən maşallah heç nə qaçmır. Qaçmaz da. Bura gələndən səni birinci dəfədir belə narahat görürəm. Deyəsən yaman xoşuma gəlib, ha? Hə? Ya da əvvəldən tanıdığım biridir.
Neynirsən Zaur? Lazımdır sənə bu. O indi çətin vəziyyətdədir. Fikirləşirəm bəlkə köməyə ehtiyacı var. Qardaşım, get kimdən istəyirsən soruş. Ona ən axırıncı kömək eləyəcək adam sənsən. Həm də nə qədər vaxt keçib üstündən, hərənin öz həyatı var. Nəyivə lazımdır axı bu? Bilmirəm, amma hiss edirəm ki, indi bunu eləməliyəm. Bəlkə sən fikirləşirəm, amma. Nə bilim. Onsuz da sən heç kəsə qulaq asası deyilsən. Ona görə də əgər ürəyin istəyirsə götür zəng elə. Ürəyində qalmasın. Bilmirsən, məktub gedib çatdı arvadıva. Ha, çatıb. Bu işe gelmişti. Nə əcəb? Nə istəyirdi? Heç ne. Az qalıb. İnşallah canımız qutarar ondan. Ay ana, bəsdir də. Biz nə vaxt bu evdə başqa şeydən danışacağıq, ha? Düz deyirəm də, niyə əsəbləşirsən? Əsəbləşirəm də hər dəfə gəlirəm eyni şey deyirsən. Mən neynəməliyəm ki sən bu söhbətləri bağlayasan, ha? De də, neynəməliyəm? İndiki Məryəm yoxdur. Sən deyəsən hirsi üstünə tökməyə adam axtarırsan. İmkan verin adam kimi yaşayayım da nə olar? Qoyun rahat nəfəs alım. Mənə bax, boşanmağı sənin arvadın özü istəyib. Mən onu məcbur eləməmişəm. İndi doğdu bütün günahları məndə gördün. Günah hamımızdadır ay ana. Günah hamımızdadır. Ailə bir nəfərdən ibarət deyil. Gərək hamı bu ailənin qədrini biləydi. Hə, mən öz ailəmin qədrini çox yaxşı bilirəm. Başa düşdün? Aa, bu da baxı, mənə ağıl öyrədir. Səni mən böyütmüşəm, sən məni yox. Ana, tələsmə. Uzağı bir aya boşanırıq. Ondan sonra hamımız xoşbəxt olarız. İndi isə xahiş edirəm, çıx get, mən tək qalmaq istəyirəm. Yalvarırım. Ay Allah, mənə səbir ver. Bugün kaynanan zəng eləmişdi. Deyir gəlib paltarlarını aparsın. Yoxsa hamısını küçəyə atacağım. Mən özüm gedib götürərəm. Lazım deyil. Özüm gedərəm. O arvad kimidirsən hövsələdən çıxardır. Ya da Azərə deyərəm gətirər. Azərin yanına getməkdən bir şey çıxmadı. Alo. Salam Məryəm, mənəm Zaur. Hə, Zaur, nəsə olub? Yox, istədim zəng edeyim, öyrənim necəsən.
Özünü necə hiss edirsən? Yo, yaxşıyam. Çox sağ ol diqqətinə görə. Məryəm, bilirəm sənə indi çətindir. İstədim səndən xahiş edeyim ki, nəsə lazım olsa çəkinməyəsən, mənə deyəsən. İndi qardaşın yanında qalırsan. Könül ne oldu? Ne oldu orada? Ne oldu? Alo. Meryem. Meryem. Alo. Heç nə yemirsən də bütün gün, ona görə bugün də sən. Tez elə açarları getir. Açarları getir tez elə. Hara gedirsiniz? Xəstəxanaya. Deyirəm yıxılıb da bəlkə bir yeri zada əzilir. İlqar lazım deyil. Dur ya, dur. Ben de geleyim. Yox, baba, sən gəl, Açarı mən gec ver, olacaq. açarı ver. Biz sənə zəng edib xəbər eləyərik. Bəlkə də. Ne oldu sana Meryem? Alo, Meryem ne oldu sana? Kimdi? Bağışlayın, Meryem'in eşi yoldaşıyım. İşlə bağlı danışırdıq, ara kesildi birdən. Ha, Meryem'in halı pisleşti, kardeşi xəstəxanaya apardı. Nəsə ciddi şeydi, hara apardılar onu? Bilmirəm. Adınızı deyərdiniz, gələndə deyim zəng eləsin. Yox, ehtiyac yoxdur, çox sağ olun. Sağ ol. Hansı iş yoldaşıdır bu belə? Bibi, çox fikir eləyirsən deyə halın pisləşdi. Evə gedən kimi uzanıb dincələrsən. Meryem xanım, sizin müayinələrin cavabları gəldi. Nəsə ciddi bir şeydir. Bəli, bəlkə çox ciddi. Siz 2 həftəlik hamiləsiniz. İndi nə edəcəksən? Azər əmiyə demək lazımdır. Hələ ki bilmirəm. Başım çox qarışıqdır. Bibi, buna zarafat eləmək olmaz ya. Hamiləsən sən. Azər əmiyə mütləq deməlisən. Bilməlidir də ata olacaq. Bax, bir də görsən evdə çox söhbət olur. Arvad da axırda ərindən bezir, boşanır. Bir başqası çıxır həyatına, gedir onu... Validə! Bir də səndən belə bir söhbət eşitsəm, məndən incimə. Eşitdin məni? Bunun elə danışmağa dili də var ya.
Sen ne özünə danışacaqsan hə Azərlə? Ana, sənə dedim keç içəri. Hə, keçim içəri. O da tezdən sənin başına pişirsin, hə? Bura bax, sən bu evə qayıtmayacaqsan. Bunu mən sənə deyirəm, yadında saxla, qoymaram. Rüfət, sən niyə istəmirsən ki, mən sənin iş yerimə gəlim? Burada pis nə var ki? Heç nə yox deyə nə olacaq? Sadəcə istəmirəm. Bir də müdiriyyət bizi burada danışan görsün. Sonra məni danlayacaqlar. Bunu istəyirsən, hə? Özdə təzə danışmışam, axşamsı mən də keçmişəm bu gündən. Yaxşı, bağışla. Gərək qayıtmayaydım, hə? Yox, belə demək istəmədim. Özün deyirsən axı, hər şeyə əvvəldən başlamaq çətin olur. Məryəm, mən bir dəfə hər şeyi təzədən başlamışam Türkiyədə. Və onu başa düşdüm ki, mən o şəhərə heç nə bağlamır. Orada bir dənə də xatirəm yoxdur. Ona görə də qayıtdım. Demək istəyirsən ki, səni bura xatirələr gətirib. Amma hərdən səni nəzarətdə saxlamaq lazımdır. Yoxsa bu ağ evi görüb, qara evi yaddan çıxararsın. Ata, nə istəyirsən elə. Mən öz işimə və özümə güvənirəm. Məryəm, sualıma cavab ver. De görüm uşağın atası kimdir? Düzünü de. Ayıb olsun sənə validə. Ayıb sənə olsun. Aləmi bir-birinə qatan sənsən, yoxsa mən? Özdə elə səmimi görünürdülər ki. Sonra da həmin o kişi mindirdi onu taksiyə yola saldı. Özü də dalıyca baxa-baxa qaldı.